Mən Azərbaycan Respublikasının 2-ci Qarabağ müharibəsinin qazisiyəm. Ağcabədinin Hindaq qəsəbəsində doğulan Şirinov İlmin maşallah oğlu uşaqlıqdan fərqli arzularla böyüyüb. Hərbiçi olmaq onun üçün sadəcə bir xəyal deyildi. O vətənini qorumağa, ölkəsinin müdafiəsində ön sırada yer almağa hazır idi. Elminin iradəsi, cəsarəti və fədakarlığı uşaqlıqdan fərqlənirdi. Onu həm yaşıdlarından seçirdi. Lakin ailəsi onun hərbiçi olmasını istəmirdi. Elminin həyatı isə 2016-cı ilin aprel döyüşlərində yaxın dostu, xüsusi təyinatlı qüvvələrin diziri Dilsuz Qarayevin şəhid olması ilə dəyişir. Dostunun qəhrəmanlığı və itkisinin ağırlığı onu hərbiyə yönəldir və vətənə xidmət etmək arzusu onu daha da gücləndirir. Xidmətə başladıqdan sonra snayperçi olmaq istədiyini bildirir. Lakin həmin dövrdə bu ixtisas mövcud olmadığı üçün müvəqqəti olaraq minaatan komandiri hazırlığına göndərilir. Kursu bitirdikdən sonra bu vəzifəni icra edir. Daha sonra en sayılı hərbi hissədə xüsusi təyinatlılardan ibarət yeni bir bölmə yaradılır və Elmin burada snayperçi ixtisasını seçir. Təlimləri uğurla başa vuraraq beynəlxalq səviyyədə sertifikatlar alır. Maraqlı adım var Elmin. Mənim adımı qoyan insan mənim əmim oğlu olub. Hal-hazırda onun özü veterandır və Şuşada Xankəndində xidmətdədir. Buradan bütün hərbiçilərimizi salamlayıram, əsgərlərimizi salamlayıram. 44 günlük vətən müharibəsi zamanı o 39 gün döyüşdə olur. Bu müddət ərzində 2 dəfə yüngül, 3-cü dəfə isə ağır yaralanır. Bütün bunlara baxmayaraq xəstəxanadakı müalicəsini yarımçıq qoyaraq döyüşə qayıdır və müharibənin son gününədək cəbhədə olur. Döyüşlər bitdikdən sonra əlavə 10-20 gündə xidmət göstərir. Lakin səhhətində yaranan ciddi problemlərə görə hospitala göndərilir. Bir il müddətində isə nevroloji və psixoloji müalicə alandan sonra ona 3-cü qrup əlillik təyin edilir. Elmin Şirinov Suqovuşanın azad olunmasına görə döyüş iştirakçısı medalları və Dəmir Yumruq milli mükafatı ilə təltif edilib. O göstərdiyi qəhrəmanlıq və fədakarlıqla hər kəsin rəğbətini qazanıb. Şəhidlərimizin işlərini görməyə manəsi törədən insanlar ki var, onların mən buradan birbaşa deyirəm, çəkinmədən, yəni mən vətən oğlu qazi olaraq deyirəm ki, mənim şəhid qardaşlarımın əgər işlərinin görülməsində olan əbədiləşdirilməsində də ki, gələcək nəsillər onları tanısın, o işlərin görməsinə manəsi törədən, yəni üzr istəyirəm ifadəmə görə, yəni damarındakı axan qan Azərbaycan qanı deyil. Hazırda o, Hədəf Döyüş İdman Klubunun direktorudur. Döyüş sənətinin tədrisində gənclərə özünə inam və intizam aşılayır. Mən Hədəf Döyüş İdman Klubunun idmançısı Məmmadov Elşən, bu qələbəmi həsr edirəm Qazi Elmi Şirinovun adına. Eyni zamanda Unutma TV-nin rəhbəri və Kanal 21-in də əməkdaşıdır. Həm də o, aktyorluq bacarığı üzrə təhsil alır. Elmin indiyədək 250-dən çox şəhid və qazi haqqında sənədli film çəkib və bütün bu hekayələri Unutma TV layihəsi altında toplayıb. Son vaxtlar isə Evimdəki Düşmən serialında əsas obrazlardan birini canlandıraraq aktyorluqda ilk ciddi təcrübəsini qazanıb. Onun yaradıcılığı, fədakarlığı və insanlara olan bağlılığı onu həm nümunəvi vətəndaş, həm də gənclər üçün ilham mənbəyini çevirib. O evlidir və 2 övlad atasıdır. Bir insanın cəzası həbsxanaya girəndə başlayar, yoxsa həbsxanadan çıxanda? İnsan nə vaxt tək sayılır? Sevdiyi onu tərk eləyəndə, yoxsa valideynləri belə onu qəbul eləməyəndə? Elmin Şirinovun həyat və fəaliyyət yolunu izləmək hər kəs üçün ilham vericidir. Qəhrəmanlığı, fədakarlığı və yaradıcı fəaliyyəti ona gələcəkdə də böyük uğurlar gətirəcək. Kanal 21 olaraq Elmin Şirinova yeni layihələrində və həyat yolunda ən səmimi uğurlar arzulayırıq.